Ruzi nədir? Nəyə deyilir ruzi? Bizim leksikonumuzda ruzi ancaq və ancaq sərvət anlamındadır. Biz deyirik, ruzi deyəndə deyirik, pul, sərvət, ləl, cəvahir, ev, maşın, imkanat, şərait. Buna deyilər ruzi. İndi məsələn bir adam gələ deyəm, mənim üçün dua ilə ruzimi artırsın. Ona dua eləyəm ki, Allah səni şəhid eləsin. Dəli, sən nə danışırsan? Mən gəldim, dedim, Allahdan istər ruzimi artırsın, sən desən, Allah səni şəhid qərar versin. İndi mən deyəcəm, rizq o bir hissə, ruzi, o sərvət o bir hissəsidir. Biz hədislərə baxanda görürük ki, ruzi onunla məhdudlaşmır. Fəqət ancaq və ancaq sərvət və post deyil. Bəzən insanın abırı insanın ruzisidir, heysiyyət ruzidir, yaxşı ailə ruzidir, yaxşı evlad ruzidir, bəzən təqva ruzidir, elm ruzidir, insanın etibarı, düzdüyü ruzidir. Bunlar hamısı ruzidir. Təhcə ruzi puldur ki. Bəzi insanın var, parası yoxdur, amma sərvətlidir. Abırı var, heysiyyəti var. İndi biz ona nə deyəcək? Cəmiyyət deyəcək. Hə, acsan. Neyirəm onu? Acsan. Əlbəttə, bu onu deyən adam onu dərk eləmir. Əllamə-i Təbətəbai kim idi? Əllamə-i Təbətəbai. Böyük fəqih. Əl-Mizan təfsir yazıb. O qədər ömrü bərəkətli olub ki, Şəhid Mürtəzə Mütəhhəri kimi tələbələri yetişdirir. Özü də Təbrizdə olub. Deyir, bir dəfə Nəcəfdə idim, tələbə, indi orada məşğul imiş elmə. Deyir ki, bir yerə çatdım ki, heç evdə bir şey olmadı yeməyə. Başladım, deyir, evdən əşyaları zadı satmağa başladım ki, ac qalmayaq. Fəqih. Amma zahirdə kasıb idi. Amma o həmən şəxsdir ki, bəzi vaxt deyir, peyğəmbərlərdən iclas eləyərdi. İndi nə aləmində onu bilmirəm. Kun fəyəkun gücü var idi Əllamə-i Təbətəbaidə. Nəyə Allah ona bir qüvvə vermiş, nəyə ol desə eləyərdi. Amma görürsən, bəzi vaxt fəqir. İndi biz buna zahiri gözdən baxsaq deyirik, bu kasıbdır, fəqirdir. Amma bunun daxili zəngindir. Elmlə zəngindir, imanla zəngindir. Allah buna bu tərəfdən ruzi verib. O tərəfdən ruzisi az imiş, bu tərəfdən çox imiş. Əllamə-i Təbətəbai kimi şəxs, belə bir şəxs deyir, vüteyrə namaz qılırdım, Allah məni Sad bulağına apardı. Vüteyrə namaz bilirsiniz ki, işə namazından sonra 2 rəkət otluq halda qılınan namazdır. İşədən sonra nafilə namazıdır. Deyir, rəkətin birində Sad surəsini oxudum. Bir gördüm ki, məni pərvaz elədilər, apardılar, ruhunu apardılar. Belə bir şəxs, görürsən, bəzi vaxt fərqli. Bəzi insanda var, yox, maddi pulu var, amma o birlərindən o qədər kasıbdır, pulu çoxdur, sərvəti çoxdur, amma heysiyyəti yoxdur, ondan çox kasıbdır, mənlikdən kasıbdır, elmdən kasıbdır, təqva kasıblığı var. Bir dənə ruzisi nədir? Pul. Parası var, qızılı var, evi var. Amma digər o yüksək rizq dediyim şeylər bunda yoxdur. Bu ən kasıb adamdır. Qarun ən pullu adamıydı. Quranda Allah deyir, onu yerin dibinə çəkdim. Qudurdu, əməli azdı. Pulu o qədər çoxaldı, ləl, cəvahir, o qədər başını qatdı ki, hətta özünü belə itirdi o sərvətin içində. Allah deyir, onu mən yerin dibinə çəkdim. Məgər sizə deyir, nümunə deyilmi? Məgər bu sizə nümunə deyilmi? Nəzə insanlar var bu aləmdə elə düşünür ki, bunun pulu var, ən hörmətli adamdır, bunun qızılı çoxdur, bu ailəsi ən hörmətli adamdır, bunun evi 10 mərtəbədir, ən hörmətli adamdır. Vallahi bu belə deyil. Bu belə deyil. Dedim ki, rizq ancaq pul deyil, sənət deyil, post deyil. Bir insan heysiyyətini itiribsə, o ən kasıb adamdır. Bir insan insaniyyətliyini itiribsə, o ən kasıb adamdır. Baxmayaraq ki, zahirdə onun pulu, varı, dövləti çoxdur.